Lənət etmək kafir demək kimidir? Günahı. Lənət etməyin günahı kafir deməyin günahı kimidir? Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə gəlib ki, ta'nul mu'mini bil kufri kə qatlihi. Möminə kafir demək, onu öldürmək kimidir. Başqa rəvayətdə gəlib ki, ramyul mu'mini bil lə'ni kə qatlihi. Bir möminə lənət etmək, onu öldürmək kimidir. Deməli, lənət etmək olmaz. Lənət etmək böyük günahlardandır. Böyük günahlar, Allah qorusun. Həmçin Peyğəmbər sallallahu aleyhi ve sellem ki, leysəl mu'minu lə'anən və lə ta'anən və ləl fəhiş və ləl bəzi. İki mömin lənət edən, sonra təni edən, sonra pis sözlər danışan və fuhuş işlərlə məşğul olan olmalı deyil. Yəni, mömin lənət edən, sonra tən edən, pis sözlər danışan və fuhuş işlərlə məşğul olan olmaz. Bu, möminə yaraşmır. Yəni, ona görə kim əgər bu belə işlərlə məşğulsa, yəni mömindir, namaz qılır, ibadət edir, amma yəni, onun belə deyək də, əyri işləri var. Vallahi bilsin ki, Allah fədah eləyəcək.